Salam, tərtib etdiyim Mix Sınaq 1 testlərindən bir nümunəyə baxaq. Uyğunluğu müəyyən edin. Rusiya imperiyası 18-19-cu əsrlərdə Osmanlı dövləti ilə münasibətlər, Qacarlar dövləti ilə münasibətlər və İsveçrə münasibətlər. Deməli, birinci sütunda A variantında Osmanlı dövlətinin Qaradənizdə şərq izahının son qoyulması bu 1774-cü il deməli Kiçik Qaynarca sülhünün nəticəsi idi və 18-ci əsrə aiddir Rusiya imperiyasına A variantını götürəcək birinci sütundan. Prus sülhünün imzalanmasıyla Azov qalasının Osmanlı dövlətinə qaytarılması 1711-ci ildir, 18-ci əsrdir. Amma bu cavabı götürməyəcəyik. Çünki Rusiya imperiyası Rusiya 1721-ci ildən sonra imperiya adlandırıldı. Bu isə imperiya dövrünə düşmədiyi üçün götürməməliyik. Əsr uyğun gəlsə də burada əslində bu sualda iki şərt var. Həm imperiya dövrü, həm də bu əsrlər ödəməlidir bizim şərtlərimizi. Sarıqamış əməliyyatında Rus ordusunun qələbə qazanması 1914-15-ci illər həqiqətən də burada Rusiya imperiyası qələbə qazanıb, amma əsrə uyğun gəlmədiyi üçün 20-ci əsr olduğu üçün C-ni götürməyəcək. Birinci sütunda sadəcə A doğrudur. İkinci sütunda Cənubi Qafqaz uğrunda müharibələrin aparılması 1804-13-cü il və 1826-28-ci illərdə Rus-Qacar müharibələri olub, doğrudur bu. Məşrutə hərəkatın yatırılmasında iştirak etməsi yardım edib deməli Qacarlara Rusiya, amma bu hərəkat 20-ci əsrdə olduğu üçün əsrimizə uyğun gəlmir və B variantını götürməyəcək. 19-cu əsrin birinci yarısında Rusiya təzminat verilməsi nəticələn sülh müqaviləsinin imzalanması söhbət 1829-cu il Türkmənçay müqaviləsindən gedir. C-ni götürəcək. İkinci sütunda A, C olacaq. İsveçrə münasibətlər deməli İsveçrə mübarizə aparılması və Finlandiyanın ələ keçirməsi 19-cu əsrin əvvəli 1-ci Aleksandrın dönəmində olmuş hadisədir. A-nı götürəcəyik. Poltava döyüşündə Rus ordusu qələbə qazanıb 1709-cu ildə, bəli, 18-ci əsrdir, amma imperiya dövrünə düşmədiyi üçün bunu da götürməyəcəyik. Qaradəniz sahilləri uğrunda müharibə aparılması bu dövrdə Osmanlı dövləti müharibə aparmışdı buna görə. Deməli, doğru cavab olacaq. Birinci sütunda A, ikinci sütunda A, C, üçüncü sütunda isə A. Yəni, doğru cavab D variantıdır.